Bismillah. Bürclərin 17 aprel üçün ən dəqiq astroloji tendensiyalara əsaslanan proqnozunu hazırladım. Günün ən şanslı, pulda ən şanslı və ən gərgin bürcləri ilə. Bürclərin 17 aprel proqnozu belədir. Qoç, bu gün sənin üçün güclü gündür. Yeni başlanğıclar və qərarlar ön plandadır. Amma emosional davranışlardan uzaq durmalısan. Buğa, biraz gərginlik hiss edə bilərsən. Planlarını gizli saxlayıb tələsməmək daha doğru olacaq. Maddi məsələlərdə diqqətli ol. Əkizlər, sosial həyat aktivdir. Yeni tanışlıqlar və ideyalar uğur gətirə bilər. Amma sözlərinə diqqət et. Xərçəng, karyera sahəsində şanslı gündəsən. Özünü göstərmək və nəticə əldə etmək üçün ideal zamandır. Şir, biraz səbir tələb edən gündür. Hər şey istədiyin templə getməyə bilər. Amma nəticə pis olmayacaq. Qız, daxili aydınlıq və qərar vermək üçün yaxşı gündür. Maliyyə məsələlərində düzgün addım ata bilərsən. Tərəzi, münasibətlər ön plandadır. Kiçik anlaşılmazlıqları böyütməsən gün rahat keçəcək. Əqrəb, biraz gərgin və yorucu gün ola bilər. Stresi idarə etmək vacibdir. Oxatan, enerjin yaxşıdır, amma diqqətini dağıtmasan daha çox uğur əldə edəcəksən. Oğlaq, iş və maliyyə məsələlərində stabil gündür. Səbirli addımlar uğur gətirəcək. Dolça, qərarsızlıq hiss edə bilərsən. Bugün böyük qərarlar verməmək daha yaxşıdır. Balıq, hisslərin güclənə bilər. İntuisiyan səni düzgün istiqamətə yönəldəcək. Günün ən şanslı bürcləri Qoç, yeni başlanğıclar və uğur günüdür. Xərçəng, karyera və yüksəliş şansı. Qız, düzgün qərar və maliyyə uğuru. Günün ən gərgin bürcləri Buğa, daxili gərginlik və narahatlıq. Əqrəb, stres və emosional yüklənmə. Dolça, qərarsızlıq və qarışıqlıq ola bilər.